Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bu gün sizi Respublika televiziyasından salamlayırıq. Bildiyiniz kimi, eyni zamanda bu il dahi şair Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətlə Respublika televiziyası tərəfindən təşkil edilən Vurğun şeir müsabiqəsinin nəticələri artıq bəlli olmuşdur. Nəticələrə keçməzdən öncə sizə bu nəticələri bəlli etməkdə böyük səy göstərən dəyərli münsiflərimizi təqdim edim. Bugün bizimlə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist, pedaqoq Yeganə xanım Telman qızıdır. Salam Yeganə xanım, xoş gəlmişsiniz. Çox sağ olun, xoş gördük. Eyni zamanda bizimlə bizim dəyərli el sənətkarımız, peşəkar aşığımız, eyni zamanda şairimiz Azərbaycan Aşıqlar Birliyinin üzvü Nurlan müəllim Məmmədlidir. Sağ olun gəldiyinizə görə, hər birinizə bu müsabiqədə sözümü yerə salmayıb, münsif kimi iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. İlk öncə sözü Yeganə xanıma vermək istəyirəm. Buyurun Yeganə xanım, ilk öncə siz başlayın. Siz bildirin görək hansı şeirdə, hansı ədəbi qaydalara uyğun olmayıb, yaxud hansı şeir digərlərindən üstündür, fərqlənir. Buyurun. Çox sağ olun, Əli. Məni və Nurlan müəllimi bu müsabiqənin jürisi kimi də, seçdiyinizə görə, təşəkkür edirəm ki, etimad göstərdiniz və bizə həvalə etdiniz ki, bu şeirləri biz seçək. Bəli, şeirlərin hər birini mən oxudum. Onlarda qafiyələrdə çox uyğunsuzluqlar vardı. Bunu da belə qəbul edək ki, çünki onlar artıq 18 yaşdan çəkilən uşaqlardır. Bunu belə qəbul edək və onlar müəyyən bir qaydaları bilmirlər. Hələ bu işə yeni başlayırlar, gəncdirlər. Yeni qələm alıb şeir yazırlar. Əlbəttə ki, bütün şairlər hamısı bu yolu keçirlər və müəyyən bir vaxtdan sonra artıq o şeir formalaşır. Peşəkarlaşır və formalaşır. Ona görə də o şeirlərin içində mən bir şeiri seçmişəm. Yəqin ki, uyğunluq olacaq. Sizlə mənim fikrim düz gələcək və Nurlan müəllim də bizlə razılaşacaq. Buyurun Nurlan müəllim, sizi dinləyək. Nurlan müəllim, həm də onu çatdırım ki, Nurlan müəllim gözəl pedaqoqdur. Bizim məktəbimizin ən sayılıb seçilən savadlı müəllimlərindən biridir. 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Bülbül adına, 2 nömrəli Uşaq İncəsənət Məktəbinin həm də müəllimləridir. Eyni zamanda Yeganə xanımın bildirdiyi kimi, bəli, Nurlan bəy, siz də buyurun görək, sizin fikriniz bu şeirlərə qarşı necədir? Bir aşıq kimi, eyni zamanda şair, pedaqoq kimi. Sizcə bu şeirlərdə hansı qüsurlar var, yaxud yaxşı tərəflərini də bildirərdiniz, zəhmət olun. Mən də təşəkkür edirəm sahib seçdiyinizə, bu müsabiqədə münsif fikrinizi təqdim etdiyinizə görə minnətdaram. Şeirlərlə tanış oldum. Yeganə müəllimə dediyi kimi, orada da şeylər vardır, fikirlər məzmunlarında qafiyələr yaxşı idi, sadəcə olaraq fikir yox idi. Uyğunsuzluqlar mövcud idi. Uyğunsuzluq vardı, misrədəxli bölgülər düz deyildi, hecaların sayı düz gəlmirdi, yəni heca vəzini yazılan şeylər idi. Yəni, bu üsulə Yeganə müəllimə dediyindən həmki fikirik. Fikirlərimiz yəni ki, yeni olar, seçmə qalib. Zaman gələcək, onlar da ürəyin sıxmasın. Yaxşı nəzər almaq təbii ki. Təbii ki də. O işə yeni başlayırlar, ilk addımları. Qafiyəni seçib gedənlər də var. Qafiyə düz olsun, fikir yoxdur orada. Hamısı nəzər alınmalıdır. Zamanla düzələr inşallah. İnşallah. Hər birinə bunlar arzulayıram. Heç kəs sınmasın, heç kəs bu yoldan çəkinməsin. Buna zaman lazımdır və əsas da odur ki, formalaşmaq lazımdır. Formalaşmaq üçün də nə lazımdır? Oxumaq lazımdır. O ədəbi qaydaları öyrənmək lazımdır. Şey verməyin özünü bilmək lazımdır. Əlbəttə ki. Ədəbiyyatın incəliklərini hər bir zaman təbii ki, öyrənəcəklər. Təbii. Hər bir işin peşəkar olmaq üçün vaxt tələb eləyir təbii ki. İllər lazımdır. İllərdə gərək verəsən ki, orada formalaşasan. Əlbəttə Nurlan müəllim də illərini verib ki, çatıb bu zirvəyə, Aşıqlar Birliyinin üzvü, pedaqoq, yəni mən özüm illərimi vermişəm. Bəli, illəri vermək lazımdır ki, və illəri də boş verməyəsən. Və o illərdə də nə isə öyrənib özünü təkmilləşdirməlisən. Əsas bax budur məsuliyyət olan. Zəhmətlə, səylə çalışdıqda təbii ki, hər bir şeydə uğur əldə etmək olur. Nəinki ədəbiyyat sahəsi üzrə, şairlik üzrə. İstənilən bir sahə, müəllimlik, həkimlik, elə adi sizin öz sahənizdir, Nurlan müəllimin sahəsi, musiqi sahəsi. Hər bir sahədə sən səylə çalışsan, zəhmətlə
elə bir çalışsan, məsələn bir atalar sözümüz də var, işləməyən dişləməz. Yəni ki, sən zəhmətlə çalışmalısan ki, sən nəticəyi də əldə edəsən. Bəli, hər birinizə təşəkkür edirəm Yeganə xanım, Nurlan bəy. Çox sağ olun ki, bizə bu şeirlər haqqında məlumat verdiniz ətraflı şəkildə. İndi isə son nəticələri gəlin açıqlayaq. Demək ki, Vurğun şeir müsabiqəsinin qalibi Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəşad Qasımzadədir. Bəli, siz də təbrik edin. 17 yaşı var, hələ illəri var qarşıda. İnşallah inanırıq ki, böyük şairlərimizdən olacaqdır. Bəlkə də daha böyük zirvələrə çatacaqdır, nailiyyətlər əldə edəcəkdir. Nəzərinizə çatdıraq ki, bu şeir müsabiqəsində 12 nəfər iştirak edib 18 yaşına qədər və orada, yəni deməyək ki, hamısı pisdir. Kifayət qədər yaxşı şeirlər var. Bəli, belə izah edək ki, elə bil onların ilk addımlarıdır da bu işdə ədəbiyyat sahəsi üzrə. Yəni bunları elə biz o gözlə baxmalıyıq ki, bunlar sadəcə hələ ilk şeirlərdir. Vaxt keçəcək, bunlar çox peşəkarcasına şeirlər yazacaqlar və salib seçilən şeirlərdən biri olacaqdır. Və bu qalibiyyəti təbrik edirəm, qalibimizi təbrik edirəm. Yəqin ki, təqdim etmə inşallah. Bəli, olacaq təbii ki də. Deyəsə Sumqayıt şəhər Sumqayıt şəhər Səməd Vurğun adına ilə dahi şairimizin özünün adını olan Mərkəzi Kitabxanada bəli təşkil ediləcəkdir. Uğurlarınız bol olsun. Rəşad və digər iştirak edən hər bir kəs sizin hər birinizi təbrik edirəm. Minnətdarıq hər birinizə. Ən azından belə iştirak eləmək özü bir uğurdur. Təbii ki, incəsənət elə bir şeydir ki, Allah vergisidir. Sadəcə onun üstünə biraz təhsil, biraz da təcrübə əlavə edəndə daha yüksək nəticə vermək olar. Bəli. Mən də təbrik edirəm, uğurlar arzu edirəm. İnşallah yeni layihələr görüşərik. İnşallah, bəli. Mən də buradan müsiflərə də təşəkkür edirəm, təbriklərimi çatdırdılar. Mən də öz təşəkkürlərimi bildirirəm Rəşada. 3 nömrəli məktəb təbii bizə də doğma məktəbdir, çox gözəl məktəbdir. Özü Rəşadın özünün də qeyd edim ki, bir çox kitabları mövcuddur, özü kitablar çap edibdir. Yəni bu bəli uğurları mövcuddur. Uğurlar inşallah davamlı olsun və qeyd edim ki, mükafatlarımızdan bəhs edəcək olsaq, Rəşad bəyə biz fəxr fərman verəcəyik. Vurğun şeir müsabiqəsinin Respublika televiziyasının təşkil etdiyi Vurğun şeir müsabiqəsinin qalibi olduğu üçün eyni zamanda masanın üzərində gördüyünüz Səməd Vurğunun portretini də Rəşada təqdim edəcəyik. Çox sağ olsun ki, müsabiqəmizdə iştirak edibdir və qeyd edim ki, bu mükafatlandırma mərasimi Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Səməd Vurğun adına Mərkəzi Kitabxanada olacaqdır və kanalımızda bu barədə də paylaşım ediləcəkdir. Nəinki Rəşada bütün iştirak edənlərə təşəkkürlərimizi bildiririk ki, bizi seçdilər, bu müsabiqədə iştirak etdilər. Necə deyirlər, ədəbiyyata çox da böyük bir töhfə olmasa belə, elə necə deyirlər, kiçik addımlar, böyük işlər kiçik addımlardan başlayır. Hələ bir şey unutdunuz. Buyurun. Bu müsabiqənin informasiya dəstəyi xəbərtime.az saytına məxsusdur. İlk gündən artıq informasiya dəstəyimizi əsirgəməmişik və son günə qədər də sizin bax bu şeir müsabiqənizin yanındayıq. Çox sağ olun. Xəbərtime.az olaraq. Elə qeyd edim ki, bəli, sağ olun. Qeyd edim ki, Yeganə xanımın elə özünün baş redaktorudur bu saytın, xəbərtime.az saytının təsisçisi və baş redaktorudur. Minnətdaram ona da ki, bizim şeir müsabiqəmizə və bizə dəyər verdi. O da öz saytında paylaşımlar etdi və bizlər bizim bu müsabiqəmizdə münsif kimi iştirak etdi. Hər birinizə minnətdaram, var olun. Hörmətli tamaşaçılarımız, Vurğun şeir müsabiqəsinin nəticələrini artıq açıqladıq və burada verilişimiz sona çatdı. Minnətdaram bizi izlədiyimiz üçün. Eyni zamanda bizə bir daha deyim ki, bizim şeir müsabiqəmizdə iştirak edən hər kəsə təşəkkürlərimi bildirirəm. Eyni zamanda bu verilişimizi izləyən tamaşaçılara da təşəkkürümü bildirirəm ki, bizi saydılar, seçdilər, necə deyirlər, ədəbiyyatımıza dəyər verdilər ki, bu verilişimizi də izlədilər. Minnətdaram hər birinizə. Sağ olun, salamat qalın.